Deməli dostlar, hər dəfə dərs videosu yükləyəcəm deyirəm, bir şey yoxdur. Yəqin ki, bu videonu YouTube-a atacağam. TikTok-a ata bilərəm, bilmirəm. Amma ki, yəni bu dərs videolarını YouTube-da axtarmayım. Mən bütün dərs videolarını, tapşırıqları gündə 20 dənə sual ancaq TikTok-a yükləyirəm. YouTube-da çünki hələ ki başqa planlarım var. Deməli, bu gün nədən danışacağıq? Deməli, nə hər dəfə sual izahından olmur. Bu dəfə danışaq sizə məsləhət videosu nə barədə? İngilis dilindən. Çünki da riyaziyyat nədir? Riyaziyyat oturursan konkret asan sualdan başlayırsan, çətin sualı doğru yazsan. Amma bəlkə riyaziyyata dair bir də məsləhət videosu hazırladım. Baxmayaraq ki, riyaziyyat müəllimiyəm. Deməli, bax indi oturmusan, deməli, imtahan zalında. İmtahan stresi zat, belə imtahan stresin qardaş başımı buraxın 9-cu sinifdə isə heç bir ziyanı yoxdur. İstəyirsən get 50 bal yığ, 60 bal yığ. Sən onu 11-ci sinifdə 600 bal, 700 bal yığsan, sənin bu yığdığın 60 balı kim gəlib dilinə deyəcək ki, ay bu uşağa bax, bu 60 yığan şey deyil, bu savadsız zat deyil. Qardaş 600 yığasan bax indi. Mən sizə 11-ci siniflərin buraxılışı üçün də məsləhət verəcəm. Bax 500-600 bal yığarsan. 500-600 bal yığarsan. Bax sənin o 9-da yığdığın balı kim dilinə alacaq? Deyəcək ki, bu 11-də 500 yığıb, 600 yığıb, qırmızı attestatdan qutarıb. Hə, bax indi əsas main məqsəd budur. Yəni 9-da sizə heç bir mənfi cəhət yoxdur. Yəni sizə heç bir mənfi təsir yoxdur. Oturun, imtahanınızı rahat yazın. İmtahana girdiniz, vərəqlər paylanıldı. Əvvəla nə edirlər? Listinglər açırlar. Kolonkalarda problem zat, bu Azərbaycanın danılmaz problemidir, həll olur. Hələ mənim imtahan vaxtlarımda da nə olurdu? İmin 2 imtahanın ikisində də mənim bəxtimdə elə bir şey yoxdur. İkisində də motor gəlmişdi, oğun, hərəsi bir tərəfdən xodlayır. Bax, soruşan lazımdır, nə olub? İmtahan zallı verirsən, imtahan yedir. Hər neysə. Beləni heç söz yoxdur. Hə, mən də listingin bəzi hissələrini işləməmişdim. Amma 9-da da 11-də də 2 dənə listingimdə maksimum bal gəlmişdi. İndi məlumatı birinci listingdə verim. Mən nətər eləmişəm? Mənim belə o vaxtlar çox da əsas qrammatikaya fokuslanmışdım. Amma çox da olmasa var idi, söz bazan var idi mənim. Deməli, nə edirdim? Bax, listing açıldı. Mənə hardasa 1 dəqiqə 30 saniyəlik saat listing verdi. Düz demirəm. Neçə sual olduğu yadımda deyil. Sizdə 1, 2, 3 qapalı, 2, 3 açıq sual olmalı deyəsən. Aha, suallar gözümün qabağında. Bax, 3 dənə qapalı sual. Nətər? Bax, qoşusal listingi gəlir. Bax, tak gəlir. Nə etməlisən? Oradakı sizə onsuz British aksentlə zat düşmür də. Yəni belə çətin aksentlə zat düşmür. Sizə asan level düşür. Siz nə edirsiniz? Bax, qulaq asasınız. Qulaq asdıqca söz bazanız varsa əgər, bax, İngiliscə dedik cümlələri Azərbaycan dilinə perevod eləyəsiniz, translate eləyəsiniz. Yəni, məsələn deyirik, Kylie has 5 pens. Bax, tutaq ki, deyir, Kylie'nin 5 dənə qələmi var. Bax, mən beynimə o dəqiqə translate elədim. Cümlələri belə yığdım beynimə. Bir dənə Azərbaycanski hekayə qurdum beynimdə. Bu hekayələrlə qapalı suallar onsuz rahat getdi. Gəldi açıq sual. Açıq suallarda nə edirsən? Hekayəni yazmamışdım benim az dilində. Az dilində yazdığım hekayəni ingiliscə translate eləməyə çalışdım. Qorxmayın, birdən söz dəyişər, zat, oy da, yanaram zat. Eyni meaning verirsə, da demirəm, sözlərin hamısını dəyişin. Eyni meaning verirsə, bir dənə sözü belə dəyişsəz, tam o verəcəklər. Qəti şəkildə narahat olmayın. Tutaq ki, beautiful sözü yadınızdan çıxdı, naiş yazdı və heç nə demir, ay qardaş. Yaz. Readingdə də, listeningdə də yaz. Kimsə səni nəsə desə gəlməlidir. Zarafat edirəm, o da mən heç nə deyəmirəm. Daha hayf kəlim oralara çatmır. Hər neysə. Yazdınız. Listening getdi. Bax, dediyim qayda ilə translate eləyək. Grammar. Bax, grammara gəldiniz. Nətər eləyəsiniz? Grammar nətər eləyəsiniz deyilən bir şey yoxdur, nə yalan deyim. Bax, grammar nə düşür, ay qardaş. Mən elə 11-in imtahanda mən belə rahat grammar görməmişdim. Hələ bu il. Mən indi keçən vermişdim, nə buraxılış imtahanı. Amma bax, bu il nə düşdü? Nətər deyim? İndi baxmışdım, suallar yadımdan çıxdı bir an. Bir də açmağa vallah başdan axodım yoxdur. Nə düşmüşdü? Rahat suallar idi də. Cümlələri qur, nəsə sözlər vermişdi, uyğun cümlələri quruydu. Nə bilim, cümləyə uyğun sözlər seç. Preposition idi. Preposition düzgün yerdə işlət, düzgün mövqedə işlət. Ondan sonra article idi. Bax, konkret mövzular düşür, ay qardaş. Gələn belə hər il eyni şey düşür. Sən onu bilmirsənsə, deməli sənin problemindir. Çünki niyə? Ya topunu zəif işləmisən, ya nəsə bilməyib dimin üstünə atmağa çalışma. Mənim də ola bilər səhvim olur. Mən məsələn grammarda 9-da 11-də də səhvim olmayıb.
Nətər? Ancaq bax imtahana son 1 ay, 2 ay, 1 ay qalmış. Oturacaq sınaq işlə. Topların başını bıraq da nə qədər işləmisən da dəymətüşər olma. Topların başını bıraq, keç sınaqları işləməyə. Sınaqları işlə. Hər sınağında maşallah Allah şükür YouTube-da izah var. Mən də sınaq işləyirdim. Bilmədiyim olurdu, girirdim YouTube-dan baxırdım. Müəlliməm var idi. Allah canını sağ eləsin. Ondan soruşurdum. Aha, yəni bax belə eləyəsiniz. Deməli, Grammardan bax məsələn əsas nə düşür? Əsas deyilən bir şey yoxdur. Bax plural nouns düşür, singular nouns düşür. Da bunu bilirsiniz. Və həmişə cəmdə olan isimlər var. Tis-dir, giz-dir, nədir? Bunlarla adam çaşdırırlar. Ondan sonra castle-dır, mal sözdür. Bax, həmişə cəmdə olan sözdür. Ondan sonra police, bu həmişə cəmdə olan sözdür. Bunlarla uşaqlar çaşdırırlar. Deyirlər, uşaqlar da s-ni görmür axsonda. Deyir, fişö, bu police söz təkdir. Qardaş, police cəmdir. Yaz beynimizin bir qırağına. Hə. Bunu dedik. Başqa nə düşür? Bax, adjective düşür, adverb düşür. Bax, adjectivelərdə də uşaqlar harda çaşır? Bax, cümlənin sonunda verir ever seen. Bax, ever, indi sizin dilinizdə desəm, yazışla Azərbaycanlı ever, S-E-N. Hə, ever seen. Bax, deyir ki, this is the most attractive film I have ever seen. Yəni, deyir ki, yenə qədər gördüyüm ən attractive filmdir. Yəni, necə deyim, diqqət cəlb edici filmdir. Hə, bax belə deyirəm. Sondakı o Evasını gördün ha. Sən uşaq oturur burada zən axtarır, nə bilim, nə axtarır, görür heç nə yoxdur. Təkərə düşür, götürür, nə yazır? Adi dərəcə. Arkadaş, mənim sonunda Evasin var. Şu, götür bunu yaz. Among gördüyün yerdə də, Among'un yanında da həmişə Z-ni işlət. Yəni məsələn, o bizim qrupdakı ən nəsə hündürboy oğlandır. O 3 dənə oğlanın arasında o ən hündür olandır. O məntiqlə işlənilir də. The most tallest man in the nə bilim world zat. Bax belə də. Hə, bir də ki, bax elə dilim çaşdı dedim. In the world, bax dünyadakı. Bax, belə sözlərdə göndər, yenə Z artiklını işlət. Bunu keçdik, singular, aha, adjectivelər dedim. Sizə gerund yox, düşmürdü. Başqa nə var? Hə. Bax, ondan sonra nə var? Passive voice var. Passive voice da sadə bir şeydir. Bax, mübtəda ilə olan variantı çıxsan, azı bir dənə variantın, çoxu 2 dənə variantın çıxır. Nə qalır? 3 dənə variant. 3 dənə variantdan qabaqda nə işlətsən? Bax, birincisi zamana bax, daha doğrusu tamamlıq. Tamamlığa baxsan, tamamlığı atsan qabağa. O 3 dənə variantda ödəyir. Aha, ondan sonra baxsan zamana, bax keçmiş zaman olur. Çox vaxt keçmiş zaman olur. Gətirib variantları 2 dənə şey zaman salır. Biri indiki, biri gələcək, ya ikisi indiki zat. Onları da çıxdın. Всё. Bax zaman düz qoydunsa əgər qalan cümləni olduğu kimi köçürdüsən. Qalan cümləni olduğu kimi köçürdün, passive voice hazır. Всё. Sizə də elə çətin leveldə passive voice suallar salınmır. Ona görə rahat yazarsınız. Aha, bu passive voice suallarında yazdınız. Aha, ondan sonra keçək hara? Modal verbslər var da bax. İndi sizdə bax məsələn modal verbslər nədir? To ilə işlənəni var, to-suz işlənəni var. To ilə işlənənlər da artıq hamımız bilirik ki, are-dır, nə bilim, is-dir, able-to, are able to, is able to, nə bilim, ondan sonra have to, has to, had to. Bax bunlar to ilə işlənir. Bax siz əsas to ilə işlənməməyinə baxmaq. To ilə işlənməyənləri yadda saxlayın qardaş. Onlar biraz sizin başınızı qarışdıra bilər. Must-dır, may-dir. Bax bunlar bir amcı, yəni nətər deyim, shall-dir, can-dir. Bunlar başınızı bir amcı qarışdıra bilər. Hə. İndi başqa nə var? Bax, yəni də to ilə işlənməyənlərin qabağına bunları qoyasınız. Hə, qəşəng. Ağlıma bir dənə də bir şey gəldi. İndi hansı bölümü yadımdan çıxdı adı. Bax, nə isə nor var. Bax, bunu bilməlisiniz. Sizdə şey düşmür, nətər deyim, cümlənin mənasına baxıb variant təyin eləmək çox vaxt düşmür. Bax, topluda belə suallar var da. Bizim dəqiq qaydamız var ki, ne də norla işlənir. A də orla işlənir. Both and-lə işlənir. Hə, bax bunu bildik ha. Всё, but da also ilə işlənir. Bax bunu bildik. Всё. Onunla nə olacaq? Bu cavablarda konkret bunu axtarasınız. Cavablarda bax bilirsiniz nə edir? Çox vaxt, həmişə, çox vaxt yox. Bax məsələn, ne də nor olmalı deyil variant. Ne də and qoyur. Ne də or qoyur. Bax or var qardaş, ne də orla işlənə bilər? Yox. 5 dənə feildir, bunu əzbərləyin. Ne də nor, 2 dənə ilə başlayır. Elə yadda saxla. A də or, o nəsədir? Bir tane nətər yadda saxlayırsan saxla. Mənim ağlımda promoy qazınmışdı, ondan rahat idi deyə. Hə. Tutaq ki, boss verir, bossun yanına yazır or. Qardaş, bossla or işlənə bilər. Bossla and işlənir də. Yaz bunu bir qırağa. Bundan sonra cümlədə sizə nə edə bilər? Bax cümlədə məsələn ortada but qoyar.
Bir dənə qrammatika sualıdır, bat qoyar. Nəsə sol tərəf, sağ tərəf deyir ikisinə təyin elə. Bax, variantlarda nə edir? Ya hər iki tərəfi eyni şeydə verir, eyni adı nə deyir? İkisini də təsdiqdə verir ya da iki tərəfdə inkarda verir. Olmaz. Batla işlənən cümlələrdə bir tərəf inkar, bir tərəf təsdiq ola bilər. Ola bilər yox, olmalıdır. Bir tərəf təsdiq, bir tərəf inkar. Çünki cümlədə bat var. Bat nədir? Lakin. Ailə Azərbaycan dilinin özündə qardaş deyir ki, mən tutaq ki, şəhərə getməliyəm, amma cibimdə pul yoxdur. Görürsən, yoxdur da qardaş. Bir tərəf təsdiq, bir tərəf inkar. Bunu işlətdim. Neydən orada getdi? Qrammatika suallarını özünüz həll eləyin. Mən vallah başım qarışır. Fail var, ondan sonra zamanlar var. Zamanlardakı da uşaq oyuncağı da o qədər işləmişsə bilərsiniz də. Zamanların uzlaşması var. Məsələn, keçmiş zamanların cümlədə bax, əgər if-in varsa bir tərəfdə zamanların uzlaşmasında. Tutaq ki, mənə if verib, when verib, while verib cümlənin əvvəlində ya ortasında fərqi yoxdur. Onlardan sonra deyəcəyim söz yaddan çıxdı. Mən nə deyirdim? Onlardan sonra işlənən zaman gələcək ola bilməz. Məsələn, if-dən sonra if will be, nə bilim, if I will be, zat belə bir şey mümkün deyil, qardaş. If-dən sonra yaz indiki, keçmiş, zat, gələcək heç vaxt olmur. Belə suallarda da, topulda da, imtahanlarda da çox vaxt çaşdırır. Bunu nəzərə aldın. Ondan sonra indiki ilə gələcəyi uzlaşdır, keçmişlə keçmişi uzlaşdır. 9-lara bundan çətin oynası düşmür. İndiki ilə gələcəyi, keçmişlə də keçmişi. Bir də o if-dən sonra, when-dən sonra, while-dan sonra, since-dən sonra, yəni gələcək gələ bilməz dediyimi də nəzərə alın. Bundan sonra nəyə keçək? Qrammardan bu qədər bəsdir. Başqa nədən danışaq sizlə? Deməli. Keçək reading-ə. Da qrammardan indi bilmirəm. Mən arada buraxdığım mövzular ola bilər. Çünki mən keçən il vermişim. Qardaş, indiki mənim İKT mövzularımda konkret başım qarışdırır universitetdə. Yadımdan da yəni arada çıxır zət. Deməli, reading-də nə edirsiniz? Deməli, bax, gəldik şagirdlərin yaralı yerinə. Reading onsuz sənə bir dənə mətin verir, mətndə çətin leveldə vermir. Sözləri də asan leveldə verir. 9-cu sinifdə nə olacaq sözləri? Bax, sənə verilir sözlər. Mətni oxuyursan, əgər mənasını dərk eləmisənsə, qapalılar rahat yazsın. Bir də ki, listening-də onu deyim, qardaş. Bax, o listening var ha. Listening işləyəndə adı nə idi onun? Cümlədə birinci sual olur ha, mətn deyir nə haqqındadır? Passage is what is mainly about. Bax, o hissədə var ha. Bax, orada cavab çox vaxt uzun olan var ha. O uzun olan olmur. Bir də ki, only ilə başlayanlar olmur. Bax, bunu yaz bir dənə, beynivin bir qırağına. Only ilə cavabda only variantda only varsa 99% ehtimalla o variantı çıx. İndi keçək reading-də qaldığım yerə. Reading yox, mən reading deyirəm. Reading. Çaşdım writing-lə qarışdırdım. Bu reading oxudum mətni, zat qapalılarını rahat yazırsan, cümləni başa düşürsənsə. Açıqlarda nə edirsən? Bax, birinci mən imtahanda 11-in buraxılışında nətər bir səhv eləmişdim. Hansı ki, həm qrammatika suallarım düz idi hamısı, həm listening suallarım düz idi hamısı. Amma gəldim, gör 2-dən göz muncuğu səhv buraxdım. O da nətər oldu? Bax, məsələn, mənə bir dənə sifət vermişdi. Tutaq ki, mən sizə deyirəm, indi özümdən quramda. Məsələn, demişdi tiny insect. Yəni kiçik həşəratlardır da. İndi tutaq ki, tiny sözü. Demişdi ki, mətndən bunun sinonimini tap. Mən nə etmişəm? Məsələn, mən 3 dənə sözün altından xətt çəkmişəm. İndi arada ilişdiyim olmuş deyəsən. Ya yox, indi də məndə söz başqa idi. Məsələn, mən 3 dənə sözün altından xətt çəkmişəm. Small-un altından, hungry-in altından, tutaq ki, bir də run altından. Bax, mən bu 3 dənə sözün tapmışdım, cavab small-dur. Mən small yazmışdım. Götürüb amma ki, cavab vərəqinə diqqətsizliklə zat, bir dənə rahatçılığım var idi. Heyif ki, o rahatçılıqla götürüb səhv söz köçmüşdüm. Ondan sonra da o sözü dəyişməyə qorxmuşdum. O da ki, yəni nətəri, qaralama zat denilmişdi mənə, nəsə bal çıxardar zat, mən də dəyişənməmişdim. Ona görə qalmışdı. Amma sizdə elə olsa dəyişin. Çünki elədə də, belədə də balınız çıxmayacaq o suala görə, qardaş. Çıxmaz da cəhənnəmə çıxır. Onsuz çıxmayacaq. Xətt çəkib qoysaz zat yüngül cavabı yazsaz, müəllim də onu yoxlar, robot yoxlamır ki. Müəllim də düz yazacaq.
Deməli, ondan sonra bax məsələn, orada bir dənə səndən soruşur ki, məsələn, tutaq ki, bu cümləni tutaq ki, mənim mətndə düşmüşdü ki, indi özümdən deyirəm, 2 dənə ölkə idi. Bax, orada demişdi ki, ağ qoyunlar, qara qoyunlar döyüşüb bir-birindən, ağ qoyunlar müharibəni qazanıb. Demişdi ki, bunu mənə bir dənə sözlər dəyişərək yaz da bu cümləni. Hə, mən sözləri dəyişərək yazdım cümləni. Nətər yazmışam? Normalda ağ qoyunlar qara qoyunları udub. Mən yazmışam ki, qara qoyunlar ağ qoyunları udub. Bir dənə bax meaning, bax 2 dənə söz yerini dəyişmişəm də görürsüz diqqətsizlik yenə. 2 dənə söz yerini dəyişdiyimə görə mənim açıq sualım gedib. Yəni bütün sualımı səhv sayıblar, həmin açıq sualı. Ondan sonra sizdə esse olmalıdır. Essedən də mənim başım çıxmır çünki esseni görməmişəm. Yəni nə tip essedəki nətər yazsa qardaş yaz da məsələn mənə deyir ki, Azərbaycan milli yeməkləri, traditional food. Vso, nə qədər söz, indi sizdə nə qədər sözdür bilmirəm. Bu məsələn yaz ki, tutaq ki, I live in the Baku and we have the most traditional food in the Baku is a şah plov. Tutaq ki, indi mən deyirəm şah plov and dolma. You can find this meals in the different and various restaurants. For example, bir dənə istədiyiniz restoran adını yazın. Məsələn, deyirəm Xalça restaurant. We and in this restaurant we have an other traditional foods, meats and different nətər məsələn salads, yəni salat növləri var, yemək növləri var. Bax belə cümləni uzadın. Amma mənanı itirməyin, ha, çox o yan bu yana getməyin. Hə, da belə məsələn milli rəqslərimiz deyər, yazarsınız bir dənə Ləzginka, Qəşəzad Ləzginka haqqında danışarsınız. Hara, yəni hansı bölgəmizdən gəlib yazarsınız, Lənkəran bölgəsindən gəlib bizə. Ondan sonra digər rəqslərimizin adını yazarsınız. Bir-iki dənə bildiyiniz varsa, indi mənim rəqs anam yox deyə bilmirəm. Yəni də esse rahat düşür. Bildiyiniz də Azərbaycanca yazın bir qırağa. Həmin qaralamaq üçün yer olur da. Azərbaycanca yazın. Yazdığınız cümlələrdə ingiliscə translate edin. Sakin özünüzü çətinə salmayın, çətin sözlər yazmayın. Qısa da rahat, konkret sözlər yazın, özünüzü çətinə salmayın. Nə olsun mən məsələn universitetə məsələn mən belə ingilis dilində bizə də şey düşür də, esse-də düşmüşdü də, writing düşmüşdü. Müəllim demişdi mənə nə, götürüb özünü çətinə salma, rahat sözlərlə yaz. Siz də elə eləyin da. Videom buradan oynası yoxdur. Niyə? Çünki verilə biləcəyim məlumatların maksimumu bu qədərdir. Hər birinizə bir daha imtahanda uğurlar.